Salam dostlar, hamınızı xoş gördük. Furqan surəsinin 68-ci ayəsi barəsində danışmaq istəyirəm. Çünki burada Allah Taala 3 əməli qeyd edir, hansı ki, onlar insanın cəhənnəmə düşməsinə və əzabının qat-qat artmasına səbəb olur. Və həmin 3 ayə haqqında danışmamışdan qabaq kontekstə mən diqqət çəkmək istəyirəm. Deməli, Allah burada 63-cü ayədən başlayaraq öz bəndələrini, salih bəndələrini vəsf edir. Deməli, əvvəl Allah bəndələrində görmək istədiyi müsbət əməlləri qeyd edir. Sonra bəndələrində görmək istəmədiyi mənfi əməlləri qeyd edir. Yəni 63-dən başlayaq. Allah buyurur: "İbadur Rahman", Allahın bəndələri, Rəhmanın bəndələri o kəslərdir ki, "Ellezine yemşuna alal ardı havna", yer üzərində gəzəndə onlar təkəbbürlü gəzməzlər, sükunət halında gəzərlər. Havn odur. Yəni sükunət halında olarlar, təvazökar olarlar, təkəbbürlü olmazlar. Və izə xatabəhumul cahilun qalu salama. Əgər cahillər onlara sataşmaq istəsə, mülayim rəftar göstərərlər. Vəllezina yabituna li rabbihim sucudan və qiyama. Və Allaha daim neyirlər? İbadət edərlər, səcdə edərlər, gecəni bu cür keçirərlər. Vəllezina yəquluna rabbana asrif anna azab cəhənnəm. Və dua edərlər ki, Allahım cəhənnəm əzabını bizdən uzaq elə. İnna azabaha kana gharama. Gharam yəni şiddətli və daimi olan. Çünki cəhənnəm əzabı daimidir və şiddətlidir. İnnəhə səət müstəqarra və muqama. Və ora çox pis yerdir, çox pis məkandır. Vəllezina izə ənfəqu ləm yusrifu və ləm yəqturu. Bu da çox önəmli bir qaydadır. Quranın bizə təqdim elədiyi, bir insan yaxşılıq edəndə nə əlindəkinin hamısını verməz ki, özü çətin vəziyyətdə qalsın, nə də paxıl olmaz. Maksimum orta yolu izləyər. Və kənə beynə zəlikə qavama. Quran da deyir, orta yolu izləməlidir. Bu, müsbət əməllərdir ki, Allah bunu öz salih bəndələrində görmək istəyir. Bəs görmək istəmədiyi pis əməllər hansıdır? 68-də 3 dənə əməl qeyd edir. Furqan surəsinin 68-ci ayəsində 3 dənə əməl qeyd edir. Diqqətli olaq dostlar, bunlar çox önəmlidir. 1. وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ. Allahla yanaşı başqa bir ilaha, burada duadan məqsəd, dua çağırmaq deməkdir, amma burada məqsəd ibadətdir. Yəni Allahla yanaşı başqa bir ilaha ibadət etməzlər, yəni şirk etməzlər, müşrik olmazlar. Deməli dostlar, şirk məsələsində aydındır ki, şirk Allaha şərik qoşmaqdır. Bu, yəni məsələnin aydın tərəfi. Amma məsələnin çətinlik doğuran tərəfi budur ki, şirkin sərhədlərini təyin etmək, limitlərini müəyyən etmək, bu artıq ciddi bir problemdir. Yəni məsələn, tutalım, biz əgər istənilən bir şərikliyə yol versək, bu Quranın qeyd elədiyimiz şirkdir. Çünki şirk elə bir şeydir ki, yəni bu ifadə nə qədər doğrudur bilmirəm, Quranın qırmızı xəttidir bir növ. Allah buyurur ki, bütün günahları bağışlayar, amma şirki bağışlamayacaq. Şirk Allahın bir növ qırmızı xəttidir. Belə olan təqdirdə insan burada daha diqqətli olmalıdır. Yəni bu məsələnin ciddiyyətini artırır. Allah deyir, mən onu bağışlamayacağam. İstisnalar var təbii ki, tövbə eləsə olub başqa. Allah deyir, mən bağışlamayacağam. Bu məsələnin ciddiyyətini artırır. Ona görə biz nə etməliyik? Onun sərhədlərini maksimum dəqiq müəyyən etməliyik ki, bilmədən başqa bir insanlara şirk damğası vurmayaq, müşrik damğası vurmayaq və müşrikin hökmlərini onlara tətbiq eləməyək. Məsələn, bayaq dediyim kimi, hər hansı bir şəriklik şirkə səbəb olurmu? Məsələn, Quran buyurur ki, Allahı vəsf edəndə deyir, xayrul hakimin, hökm edənlərin ən yaxşısı. Deməli, başqa hökm edənlər də var. Xayrul raziqin, ruzi verənlərin ən yaxşısı. Deməli, başqa ruzi verənlər var. Və ya Allah rəhimdir, özünü rəhim olaraq, rauf olaraq vəsf edir, Peyğəmbərin də rəhim və rauf olaraq vəsf edir. Deməli, bu ayələri nəzərə salanda belə məlum olur ki, hər hansı bir şəriklik şirkə səbəb olmur. Yəni, məsələn, bir insan, Quran deyir ki, hökm Allaha məxsusdur. Bir insan tutalım özünü, həyatını, dövlətini sekulyar qanunlarla idarə edirsə, bu da şirkə yol verirmi? Məsələn, belə suallar var. Bunlar hamısı şirkin sərhədini müəyyən etmək üçündür. Burada nəyi əsas bir faktor olaraq qeyd etmək istəyirəm? Deməli, şirkin əsas elementlərindən biri Allaha məxsus olan sifətləri bəndələrə nisbət verməkdir. Yəni, məsələn, bir var, Quran deyir, Peyğəmbər də rəhimdir, Peyğəmbər də raufdur, Peyğəmbər də mehribandır. Bir var, biz deyək ki, bu mehribanlıq Allahın ona əta elədiyi bir sifətdir. Bu zaman baxmayaraq ki, ortada bir müştərəklik var, amma bu şirkə səbəb olmur. Bir var, deyək ki, xeyr, bu Peyğəmbərin özü müstəqil qazanıb bunu. özü müstəqil sahibdir buna, onda şirk yaranır.
Məsələn, xeyrul hakimin Allahdan başqa hökm edənlər də var. Bir var biz deyək ki, o hökm edənlər bu səlahiyyəti Allahın icazəsi ilə alırlar, əldə edirlər. Bu şirk deyil. Amma bir də var deyək ki, xeyr, onlar bunu müstəqil sahibdirlər, o zaman şirk yaranır. Deməli, şirkin əsas elementlərindən biri nədir? Allaha məxsus olan sifəti başqasına müstəqil şəkildə nisbət vermək. Bu, şirk barədə demək istədiyim əsas qeydlər idi. Deməli, birinci əməl ki, insanın cəhənnəmə düşməsinə səbəb olur, Allah şərik qoşmaqdır. 2. وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ Allahın icazə vermədiyi bir canın haqsız yerə öldürmək. Bu da Quranın, belə deyək, üzərində xüsusi durduğu bir məsələdir. Çünki ölüm elə bir şeydir ki, bir insan həyatına son verirsiniz və o həyatda qazana biləcək bütün şansları əldən verir. Ona görə ən, belə deyim, çətin, ən pis cinayətdir ölüm. Və Allah buyurur ki, bəzi istisnalar var. O istisnalar nədir? Məsələn, qisas. Bir insan başqa bir insanı öldürürsə, qisas olaraq onun öldürməsinə icazə verirlər və s. Başqa bir neçə yerdə var. Məsələn, evli insanın zina etməsi və s. Amma digər hallarda Allah icazə vermir. Qətiyyən icazə vermir. Və çox maraqlı ki, Allah burada fərq qoymur. Millət, din, cins, irq arasında fərq qoymur. Fərqi yoxdur. Hansı millətdən olur olsun, hansı dindən olur olsun, hansı irqdən olur olsun, hansı bölgədə yaşasın, fərqi yoxdur. Günahsız bir insanı öldürmək nədir? Günahdır. Və la yazunun və üçüncü əsas, hansı ki daha çox aktualdır, zina məsələsi. Yəni qeyri-qanuni münasibət. Allah buyurur ki, bu da Allahın bəndələrində görmək istəmədiyi bir xüsusiyyətdir. Və mən yəfəlu zəlikə yəlqa əthəmə. Kim bunları etsə günah etmiş olar. Baxın, ayənin ardı nədir? Yudaaf ləhul əzəbi yevməl qiyamə. Qiyamət günü bunların əzabı artacaq. Yəni bir var əzab misl, əvəz olaraq verirlər. Yəni nə mənada? Etdiyin əməlin sırf qarşılığı. Bir də var sənin əzabın, sənin etdiyin elə bir əməldir ki, onun cəzası daim artır. Quran bunu deyir. Onların əzabı artacaq qiyamət günü. Kim bu üç əməli etsə, şərik qoşsa Allaha, günahsız bir insan öldürsə və zina etsə, onların əzabı daim artacaq. Və yaxlud fihi muhana. Və cəhənnəmdə əbədiyyən qalacaqlar onlar. Həqir şəkildə, muhan yəni həqir şəkildə, zəlil şəkildə onlar o əzabın içərisində qalacaqlar. Və Quranın üslubu aydındır. İllə istisna gətirir. İllə mən təbə və əmənə və amilə salihən, əmələn salihan. İman gətirən, tövbə edən, iman gətirən və salih əməl görənlər istisna. Baxın, bir tövbə bu işin başlanğıcıdır. Tövbə nədir? Tövbə yəni peşmançılıq hissi duyursan və geri qayıdırsan. Bir insan əgər peşman olursa, dostlar, bu özü gözəl bir şeydir. Nəyə görə? Çünki sənin qəlbində artıq o imanın qığılcımları var. İman var və o sənə təsir göstərir. Sən artıq gördüyün pis işin fərqindəsən və geri dönmək istəyirsən. Yəni bir insan peşmandırsa, baxmayaraq ki, hələ tövbə eləməyib, amma onun daxilində bir peşmanlıq hissi varsa, bu özü nemətdir, insan buna görə şükür eləsin. Çünki o peşmanlıq hissi bir gün onu geri qaytaracaq. Növbəti mərhələdə nə etmək lazımdır? İman gətirmək və əməl etmək lazımdır. Çünki əməldir o pis işləri neyən üstünü örtən. Baxın, Allah ayənin ardında nə buyurur? Fəuləikə yubəddilullahu seyyiətihim həsənət. Allah onların pis işlərini yaxşı işlərindən əvəz eləyəcək. Pis işlərini məhv eləyəcək, onlara yaxşı işlərin savabını verəcək. Və bu, məsələn, yaxşı işlər, pis işləri əvəz edir. Bu şərti deyil, dostlar. Yəni, bu hansısa bir ofisin, müəssisənin, dövlət idarəsinin qanunları kimi deyil ki, bir qanun qoyaq, sabah onu məsələn, bəyənməsək əvəzi xeyr. Bu ontoloji bir şeydir. Yəni, necə ki, insan tutalım, oturaq həyat sürən bir insanın görünüşü ilə, aktiv idmanla məşğul olan bir insanın görünüşü eyni deyil. Bir insan, məsələn, oturaq həyat sürürsə, onun görünüşü müəyyən bir şəkildə olur. Amma aktiv idmanla məşğul olandan sonra onun görünüşü tamamilə dəyişir. İnsan ruhu da bu cürdür. İnsan günahla dolu bir həyat sürəndə onun ruhu müəyyən bir şəkildə bürünür. Amma elə ki, yaxşı işlər gördü, o artıq fərqli bir görünüşə, fərqli bir mahiyyətə sahib olur. Ona görə Allah əməli burada xüsusi vurğulayır. Və bu Quranın dostlar, ən gözəl xüsusiyyətlərindən biridir. Baxın, ayələrə baxın. Müasir dövrdə biz, məsələn, müsəlmanlar daha çox nəzəri məsələlərə köklənmişik. Filan məsələ, fəhmən məsələ, tarixi məsələlər, o necə oldu, bu necə oldu, o olsaydı necə olardı, bu belə olsaydı necə olardı və s. Ömrümüz demək olar ki, əsasən nəzəri məsələlərin müzakirəsi ilə keçir. Amma Quran bizə daha balanslı bir həyat təqdim edir. O elə bir həyat ki,
orada həm nəzəriyyə var, həm əməl var. Təkcə nəzəriyyə deyil. Quran bizim təkcə nəzəriyyəyə köklənməmizi istəmir. Təkcə nəzəriyyəyə köklənən insan həqiqi müsəlman ola bilməz. Nə özü üçün, nə də cəmiyyət üçün faydalı ola bilməz. Quran əməllərə də xüsusi vurğu edir. Baxın, pis işlər görməzlər, öldürməzlər, zina etməzlər, əksinə ibadət edərlər, cahil insanlarla mülayim davranırlar, dua edərlər ki, Allahım bizi cəhənnəmdən qoru. Baxın, Quranın istədiyi həyat tərzi budur. Yaxşılıq edərlər, Quranın bizdən istədiyi həyat tərzi budur və insanlara nümunə ola biləcək insan da məhz budur. Məsələn, Peyğəmbər bizə nümunədir. Niyə? Peyğəmbər gəlib yalnız nəzəriyyədən danışmırdı ki. Peyğəmbər nəzəriyyədən çox əməldən danışırdı və özü də əməl edirdi. Ona görə insanlara təsir edə bilirdi. Və müsəlman da bu cür olmalıdır. Əgər müsəlman bu cür olsa, o zaman bəli, o cəmiyyət üçün nümunəvi ola bilər. Burada tövbə məsələsində bir məsələni də qeyd edim. Deməli, şirkin tövbəsi aydındır, Allah bağışlayacaq, zinan da tövbəsini Allah bağışlayacaq, bəs qətlin tövbəsi necə? Çünki burada məsələn, şirk və zina bu, məsələn, Allahın haqqıdır, Allah özü bağışlayacaq. Amma qətl hadisəsi bu başqasının haqqıdır artıq. Və o başqası da ölüb dünyadan köçüb, ondan necə halallıq alacaq? Kimsə deyə bilər ki, burada halallıq o vəlidən alınır, qəyyumdan alınır. Yəni, o qan bahasını verəcək və qəyyum halallıq verəndən sonra o da günahı bağışlanacaq. Bu bir versiya kimi qeyd oluna bilər, amma bu, necə deyim, etiraz oluna bilər. Çünki vəli deyil öldürülən artıq dünyasını dəyişir və ondan halallıq almaq üçün qiyaməti gözləmək lazımdır. Çünki bu versiyanın təfsirçilər arasında deyənlər var ki, Allah qətl hadisəsinin günahını, belə deyim, tövbəsini, qətl edən tövbəsini, qatilin tövbəsini bağışlamayacaq, onun işi qaldı qiyamətə. Bu etiraz oluna bilər. Hər bir halda nəticədə Allah bu ayədə ki, deyir, mən bağışlayacağam, tövbəni qəbul edəcəm. Yəni, bir yoldan yəqin ki, o öləni də razı salacaq. Baxın, bu kimi ayələrdə, dostlar, biz ümumi bir prinsipi götürürük. Məsələn, indi mən buna din daxili yanaşıram. Din daxili nə deməkdir? Yəni, bu ayəyə iman gətirən bir şəxs kimi ayəni izah etməyə çalışıram. Əlbəttə, iman gətirməyən, bu ayələri qəbul etməyəndən tamam fərqli üslubda danışmaq, müzakirə etmək lazımdır. Amma biz ki, qəbul edirik, burada bir prinsip var. Allah kəlamıdır. Bu, Allah deyir ki, mən bağışlayacağam. Bağışlayacağam deyirsə, digər tərəfdən də biz bilirik ki, Allah ədalətlidir. Heç kimə zülm etməz. Deməli, öləni də, ölən şəxsi də, qətlə yetilən şəxsi də bir yolla razı salacaq. Və kən Allahu qafuran rahimən. Həqiqətən Allah bağışlayandır və rəhimlidir. Xülasə etsək, dostlar, Allahın bəndələri o şəxslər ki, yaxşı işlər görərlər, səcdə edərlər, ibadət edərlər, mülayim olarlar, kobud olmazlar, təkəbbürlü olmazlar, yaxşılıq edərlər, yaxşılıqda da həddi aşmazlar və 3 əməldən çəkinərlər. Allah şərik qoşmaqdan, günahsız insanı öldürməkdən və zina etməkdən. Hətta bu işlərə mürtəkib olsalar belə tövbə qapısı hər zaman onların üzərinə açıqdır və tövbə etmək. Çünki məyus olmaq, Allah rəhmətinə məyus olmaq ən böyük günahlardan biridir. Allah buyurur ki, məyus olmayın, günahlarınızı Allah bağışlayacaq. Tək ki, siz qaydın Allaha tərəf, tək ki, siz yaxşı işlər görməyə cəhd edin. Deyəcəklərim bu qədər, dostlar. Ümid edirəm faydalı oldu. Hələlik.